Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Maraqlı bir mövzu var. İstərdim ki, bu mövzu ətrafında biraz danışaq və fikirləriniz maraqlıdır bu mövzu ilə bağlı. Mövzuya keçməzdən öncə hər birinizdən xahiş edirəm ki, kanalıma bəyənib abunə olun. Xüsusilə də abunə olun, çünki abunə sayımız çox azdır və o bəlli bir nöqtəyə çatmasaq biz kanalı davam etdirə bilməyəcəyik. Düzdür, hələ ki müəyyən belə deyək də avadanlıq çatışmazlığı var və avadanlıqlar alınacaq və s. Ona qədər də biz istərdik ki, abunə sayımız olsun və hər şey qaydasında olandan sonra təbii olaraq biz daha professional formada sizə videolar çəkib təqdim edəcəyik. Bir də onu demək istəyirəm ki, abunə olun deyəndə, yəni söhbət burada hər hansı puldan getmir. Yəni sizdən hər hansı bir vəsait, hər hansı bir məbləğ çıxmayacaq. Yəni abunə olursunuz və salam, yəni. Hətta bildirişləri də bağlaya bilərsiniz. İndi isə mövzu ilə bağlı detallı danışmaq istəyirəm. Bu sığorta məsələsi, avtomobillərimizin bilirik ki, icbari sığortası mütləq şəkildə vacibdir. Yəni hər kəs bunu mütləq eləməlidir. Yoxsa əks halda yolda hər hansı bir texniki cihazlara tuş gələndə, ağıllı radarlara tuş gələndə bizim avtomobilimizdə sığorta yoxdursa, həmin an bizə cərimə gəlir və yaxud yolda polis saxlayanda, sənədləri yoxlayanda, məlum olanda ki, sığortanız yoxdur, onda da təbii olaraq cərimələnirsiniz və ona görə də hər birimiz ildə bir dəfə avtomobilimizi icbari qaydada sığortalayırıq. Biz bilirik ki, icbari sığorta maksimum dəyən zərəri 5000 manata qədər qarşılaya bilir. Yəni təbii ki, söhbət qarşı tərəfə dəyən zərərdən gedir. Yəni biz kimisə maşına vururuqsa, həmin vurduğumuz tərəfə, yəni ziyan vurduğumuz, zərər verdiyimiz tərəfin zərərinin 5000-ə qədər olan hissəsini yəni bizim sığortamız qarşılayır. Amma bizi də hər hansı bir avtomobil vuranda, bizim maşınımızı vuranda, həmin maşının, həmin sürücünün sığortası bizim avtomobilə dəyən zərəri qarşılamalıdır. Yəni bunun başqa bir alternativi yoxdur. Bəs biz sığortadan ümumiyyətlə razıyıqmı? Bax, bu sualdır. Biz bilirik ki, müxtəlif şirkətlər var və indi o şirkətlərin bir adlarını çəkmək istəmirəm, reklamdır və s. digər məsələlərlə bağlı. Ümumiyyətlə, ən yaxşı şirkətdən belə razıyıqmı? Mən şəxsən, belə deyək də, bəlkə də çoxlarımızın yaxşı bildiyi şirkətlə bağlı müəyyən fikirlərimizi bölüşəcəm. Bir dəfə mənim başıma bir hadisə gəlmişdi. Gözləməzdim həmin şirkətlə bağlı hər hansı problem yaşamayacağım, amma təbii ki, yaşadım. Söhbət həmin zərərin o qiymətləndirmə məsələsindən gedir söhbət və sonda məbləğin mənim hesabıma keçməsi və s. müəyyən süründürülməçilik oldu. Yəni, belə bir xoşagəlməz məqamlar çoxdur, yəni sığorta məsələsində. Xüsusilə də qiymətləndirmə məsələsində. Yəqin ki, mənlə razı olarsınız ki, sığorta məsələsində, sığorta hadisəsində qiymətləndirmə olduqca aşağı aparılır. Yəni çox, yəni belə deyək də, insafsızcasına aparırlar, belə deyək. Yəni bunun başqa bir adı yoxdur. Mən buna başqa bir ad qoya bilmirəm. Avtomobilə dəyən zərəri və vizual olaraq baxanda da, ustuya aparıb göstərəndə də hesablanır və baxırsan ki, avtomobilə hardasa bir, belə deyək də, məsələn deyirəm, 800-900, hətta 1000 manat dəyərində bir zərər dəyib, 1000 manat məbləğində zərər dəyib, amma sığorta bunu hesablama edir, qiymətləndirmə edir və sənə 350 manat absurd bir rəqəm deyir. 350 manat, 250 manat, bəzən 400 manat, ən çox hesaplasalar 500 manat və deyir ki, razı deyirsənsə imtina ver. Nə qədər imtina verirsən, axırda sənə ekspert təyin edirlər, ekspertə düzəməli hesablama aparmır. Belə bir anormallıq, belə bir vəziyyət yaranır. Mən bilmək istəyirəm ki, bu hər birimizdə mi belədir, yoxsa ümumiyyətlə bəzi insanların başına belə bir hadisə gəlir. Yəni bu qiymətləndirmə məsələsi əməlli başlı problemə çevrilib bu sığorta ödənişlərində. Digər bir məsələ, biz daha əvvəllər bilirdik ki, 1-2 il bundan öncə sığorta hadisəsi baş verəndə, durub saatlarla bir xırda hadisə baş verəndə belə, durub saatlarla sığorta şirkətinin gəlməyini gözləyirdik və yaxud polisin gəlməyini gözləyirdik və təbii olaraq xırda bir hadisə digərlərinə bir problem yaradırdı, yoldakı hərəkəti məhdudlaşdırırdıq, insanlara problem yaradırdıq, bəzilə ümumiyyətlə yolda, sükan arxasında olan hər kəsin aqressiyasına səbəb olurduq, amma artıq o məsələlər, o problemlər demək olar ki, geridə qaldı və bunu bəlkə də indi düzdür, bilənlərimiz bilir, amma bilməyənlərimiz də çoxdur, onu bilirəm ki, xırda bir qəza olur, belə deyək də, ən əhəmiyyətli yoldur, hər hansı birimizin başına bir hadisə gəlib, xırda bir yol qəzadır, böyük bir prospektdə baş verib bu qəza, amma nəticə etibarilə biz durub sığortanı gözləyirik, polisi gözləyirik. O gözləməyə məncə ehtiyac yoxdur, şəklini çəkirsən,
dəyən zərəri detallı şəkildə çəkirsən və polisə zəng edirsən, həmin sığorta şirkətinə zəng edirsən və avtomobilləri dərhal həmin ərazidən uzaqlaşdırırsan. Və yaxşı olar ki, ətrafa nəzər yetirək və qəzanın baş verdiyi əraziyə nəzər yetirək. Görək orada bir müşahidə kamerası varsa, həmin müşahidə kamerasının da qəza olan o qəza baxış bucağı ilə də bir şəklini çəkək ki, burada texniki cihazlarımız da var və araşdırma aparanda yəni düzgün qiymətləndirmə olsun, düzgün yəni rəy versinlər. Həmin o kameranı da mütləq şəkildə göstəririk. Amma çox təəssüf ki, yenə də xırda bir qəzada yolda durub polis gözləyən, nə bilim sığorta şirkətini gözləyən sürücülərimiz var və onlar ümumi hərəkətə problem yaradırlar və təbii ki, bu da hər kəsin, əksəriyyətin aqressiyasına, əsəblərinin pozulmağına səbəb olur, insanların işə getməyində müəyyən problemlərə gətirib çıxarır, yəni xoşagəlməz vəziyyətdir. Əlqərəz, bizim mövzumuz sığorta məsələsidir. Söhbət icbari sığortadan gedir. Təbii ki, burada kasko sığortadan getmir. Kasko sığorta bilirik ki, çoxlarımız üçün əlçatan deyil. Təbii olaraq burada illik ödənişinə görədir. Yəni illik ödənişi çoxdur və bu da hər cibə, hər büdcəyə uyğun deyil. Ona görə də məcburi qaydada əksəriyyətimizin demək olar ki, avtomobili icbari qaydada sığortalanıb. İcbari sığortadan, sığorta ödənişlərindən, sığorta ilə bağlı problemləriniz nədir? Hansı problemlərlə qarşılaşırıq? Hansı problemlərlə tez-tez qarşılaşırıq? Burada söhbət yenə qeyd edirəm ki, qiymətləndirmədən tutmuş, həmin ödənişin sizin vəsaitinizə keçən günə qədər olan süründürməçilikdən və ümumiyyətlə bu mövzunu əhatə edən bütün o problemlərdən yazmağınızı və problemlərlə bağlı bir fikir mübadiləsi aparaq, görək problem nədir, bəlkə aidiyyəti üzrə bu məsələ nəzərə alınır və bizim də heç olmasa bu ölkədə də bizdə də sığorta məsələsi ilə bağlı problemlər artıq tarixə qovuşar. Çünki artıq dövr o dövr deyil və amma biz sığorta ilə bağlı problemlər yaşamaqdayıq. Bununla bağlı fikirləriniz maraqlıdır. Yazın şərh bölməsində müzakirə aparaq, görək nə olur. Özünüzə yaxşı baxın, kanalımı bəyənməyi, abunə olmağı unutmayın. Hələlik, sağ olun.